Bəli əziz izləyicilər, bugün artıq Şuşadayıq, gəlmişik Şuşanı çəkməyə. Ona nə deyirik? Hazırlaş, gedirik. Allah maşın vurdu mikrofonu gözü. Henrik Mkhitaryan var. Arsenalda oynayan futbolçuydu, erməni əsilli. Onun sən demə burada bir villası var imiş, malikanəsi. Köpboğlu harda tikdirib? Buranla bağlı çox rəvayətlər var. Onlardan bir neçəsini indi sizdən bölüşəcəm. Şuşa türməsi buradır. Haysa yox. Lütfen buna baxın. Haycan kafesi. Kafenin adı Haycandır. Canavar jacuzzi yapıyor. Hadi sənin gətirdiyin yollar bundan artıq olmayacaq ki, qardaşım. Belə yaz ya, bir çox yerdə rast gələ bilərsiniz. Yoxlanılıb, mina yox. Ding dang. Arkadaş, dağın başında nə ding-dang, qardaşım? Gəl. Yasəmən otel deyirik. Buranın nə özəlliyi var ki, biz oraya gedib baxacaq? Hə? Otelin ne özelliği olur ki? Ay yox, indi Oteldir də. Yaxşı. Adam başını itirir, bilmir haranı çəksin. Bulaq, nə bilim, orada muzey, orada məscid. Adam qalır belə. Adam kalır belə. Ona görə müstəqil bir boğaz. Əzizlərim, indi sizə bir dənə kadr göstərəcəm. Çox elə bil yuxunun içindəsən də. Çox gözəl bir kadrdır. Heç AZS-in belə şirin bir obyektini görmüşsünüz. Şu elə bil İtaliyadır da, yəni hər yerində, hər kişizarında bir qədim abidələr var, qədim yaşayan şeylər var. Xəzər xəbərin maşını ilişib qalıbdır. Kömək lazımsa kömək eləyək. Gedək Cıdır düzünə. Bəli əzizlərim, artıq Cıdır düzünə biz gəlmişik. Bura Cıdır düzü ərazisidir. Kamran Bey, Haydi. hazırlaş. Gedirik. Bir dənə dağa bax. Yaxınlaşdırdın. Bəli. Çox gözəl mənzərədir. Hal-hazırda artıq İstanbul'a gəlmişik. İndi buranın mənzərəsindən sizə göstərim yoldur bari. Bunun bizdə şəkili var. Atamla montajı evlənəndə burada foto şəkillər var. Keçdi xəyalımdan öz gözəl yol. İndi demək Qəmbər qardaşım, Adil qardaşım, şeflərlə bir yerdə gedirik hara, çox maraqlı bir yerdir. Gələndə dedilər ki, belə bir yer var, dedim mütləq oranı çəkmək lazımdır. Henrik Mkhitaryan var. Arsenalda oynayan futbolçuydu, erməni əsilli. Onun sən demə burada bir villası var imiş, malikanəsi. Gedəcəyik oranı çəkməyə. Görək bu qazandığı pullarla Şuşada nə qədər pul xərcləyib, nələr eləyib, nə qayıtdı. Məni Bakıdan bura çağırıblar qardaşlar. Danışmaq utanırlar. Belə şey olar. Qəmbər qardaşım. Bir dənə naqqa. Yox, sən danışma. Naqqa balığının azaddan gürəkdə. Qardaşımız Neftçalardan dəsləm. Bütün Neftçalar cəmaatına buradan salamlar. Çoxlu. Bizim Sağ olun. qadan olaram mən sən ya. Dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdədir Şuşa, bildiyim qədərilə. Möhtəşəm bir havası var. Bir çox rayonlara getmişəm. Orada da hava təmiz olur. Məsələn, İvanovkada qəşəng idi hava. Başqa rayonlarda. Amma buranın havası bir başqadır. Adildə məsəl üçün bir balaca migren var, Adildə qardaşımda. Bakıda o qədər nəfəs ala bilmir. Yaxşı da məsəl üçün çətinlik çəkir. Bura gəlindir qaqa, klapanın içində normalni işləyir. Demək, buradan Şuşanın Xankəndi tərəfdə olur. Xankənd tərəfdə var. Bura Cıdır düzü tərəf sayılır mı abi? Yox. Buralar yoxsa? Yox, Cıdır düzü o birisi tərəfdədir, bura Xankənd. Arxada, bura Xankənddir, hə. Buradan aşağı Xankənd. Hə, bu bizim gəldiyimiz, daha doğrusu gedəcəyimiz yeri baxın buradır. Henrik Mkhitaryanın villası buradadır. Bir dənə 5 eləyək bunu. Gör, Köpboğlu harda tikdirib? Demək gəldik, çatdıq Mkhitaryanın villasına. İndi hal-hazırda xaraba gündədir, pis gündədir. Çox qəşəng bir mənzərədə tikilib baxı bu ev. Bunun mənzərəsi duman olduğu üçün görsənmir, amma buna baxın, bir dənə buradan belə yüngülvarı göstərim sizə. Baxın, əzizlərim. Allah rəhmət eləsin. Burada şəhidlərimizin də qeydləri var. Adlarını yazıb bizim canavarlarımız, igidlərimiz. Belə. Giderik inşallah, görək nə var burada içəridə. Mühafizə falanın yerində yəqin Olar. Bura qarajdır. Bura qarajdır. Aha. Ay üstü. Girək içəridə görək nə var, nə yox. Belə yekəbirik.
İstəsən gəl yuxarı çıxaq. Yuxarı çıxaq Qəmbər. Qəmbər ikinci mərtəbədə də nəsə bir şey var, yoxsa elə ancaq belə dağıntıdır? Hə, belə dağıntıdır. Dağıntıdır elə. Vasmoy, Hövsan, Şəmkir qardaşlarımız yazıblar. Belə, mənzərəmiz baxın ikinci mərtəbədən belədir. Bu üçüncü mərtəbəsi də olmalı idi. Üçüncü mərtəbə var. Ha. Burada qəşəng bir divar yaz gördüm. Mustafa Kemal Atatürk, nə mutlu Türküm deyənə. Əhsən bizim qardaşlarımıza. Gördüyünüz kimi xarabalıqdır. Bəli, bir zamanlar burada dünyaca məşhur erməni futbolçusunun belə bir villası olub. Sadəcə olaraq artıq dağıntıların içində olan köhnə bir tikilidir. Uçmuş bir tikilidir. Gidib burada baxaq qaqam. Bura krişasıdır abi, hə? Hə, krişadır bu. Bura dam. Belə. Oradan da qəşəng mənzərə götürmək olar. Oradan qabaqdan görüntüsü yaxşıdır ki. Buradan bura gedək. Prosta buradan. Düzəldib ki, belə. Bu ola bilsin. Duman olmasa çox planında var qəşəng imiş mənzərə. oraya. Burada hovuzumuz da var bizim. Belə. Oradan gedərik çömdürürüm. Haydi. Elə bir dağlıqdır zaten. Ay sağ ol. Duman da deyə görüşən bir, amma çox qəşəng mənzərəsi var. Məncə də çox qəşəng mənzərəsi olar buranın. Necə görürsənіз. Çox gözəl mənzərəsi. Amma yüngülvari dumanla üzə gəlmişik. Bu da birinci mərtəbədən görüntüdür. Şey yoxşur ya Qəmbər. Counter Strike-da mention var. Hə, O isə yoxşur. oxşur. Belə. Oyda, bura nədir belə qardaşlar? Görsən, Buradan baxın belə göstərim sizə hündürlüyümü. Çox hündür bir yerdir hal-hazırda, çox hündürdük. o Laçına gedən yol olmalıdır, səhv eləmirəmsən. Sol tərəf Laçına gedən yoldur. Aha. O yol. Ay sağ ol. Hə, bura Henrix Mkhitaryanın villası idi. Dağıntıların içində qalıbdı. Qəşəng yerdə özünə imarət tikib, qəşəng yerdə özü üçün şərait yaradıb. Amma indi o şəraitin hamısı qalıbdı. Nəyin altında? Torpağın altında, töküntünün altında. Töküntünün altı nədir ala? Cümləyə baxayım. Töküntünün Qalıb altında. Qəmbərlə Adilə. Hə, mənim əzizlərim, indi baxın belə Şuşada belə yerlər çoxdur ümumiyyətlə. Qədim, köhnə tikillər, qalan tikillər. Quşların səsini eşidirsiniz? Var. Aa, səndən deyiləm. Bir də belə yaxınlaşaq abi. Baxın, quşların səsini eşidirsiniz mənim əzizlərim. Buradan qəşəng quşların səsi gəlir. Həqiqətən çox qəşəngdir. Xarı bülbülü çəkmək istəyərdim, amma xarı bülbül çox təəssüf ki, hal-hazırda indiki vaxtda yetişmir deyirlər, çıxmır. Ona görə də xarı bülbülü çəkmək üçün təəssüf ki, alınmadı xarı bülbülü çəkmək. İndi biz gördüyümüz kimi Şuşa qalasının yanına yaxınlaşırıq. Şuşa qalasının yanından inşallah çəkişləri eləyəcəyik. Bəli, əziz izləyicilər, hal-hazırda biz Şuşa qalasındayıq. Şuşa qalası 1754-cü ildə inşası bitmişdir və Şuşa şəhəri özü Qarabağ xanı Pənahəli xan tərəfindən inşa olunmuşdur, təməli qoyulmuşdur. Buranla bağlı çox rəvayətlər var. Onlardan bir neçəsini indi sizdən bölüşəcəm, sizdən danışacağam. Demək, gördüyünüz kimi bu Şuşa qalası yerli daşlardan inşa olunmuşdur və belə bir rəvayət var ki, bir gün Pənahəli xan sırf Qarabağın ətrafında, Qarabağ qorunmuş düşmənlərdən müdafiə eləmək üçün bir yer axtarır, ərazi axtarır və bura gəlir. Və bura gəldiyi günün axşamsı yuxusunda görür ki, bu torpaqlar çox möhkəmdir və burada sən qala tikməlisən. Bu yuxudan sonra qalanın inşası başlanılır. Düzdür? Burada elə bir tarixi fakt olmasa da belə bir miflər xalq tərəfindən yayılıbdır, xalq arasında dildən dilə dolaşıbdır. Və əlavə olaraq da Qafqazın bir çox yerində nadirən də olsa xarı bülbül gülü, yəni Şuşaya məxsus bu gül bitir. Amma ən çox yayıldığı yer ərazi Qarabağ ərazisi adlanır. Qarabağ ərazisi sayılır. İndi gəlin mən sizə bu xarı bülbülün də tarixi haqqında kiçik bir rəvayət danışacağam. Xarı bülbül əslində xar və bülbül sözündən, iki dənə sözün birləşməsindən yaranmış bir addır. Xar tikan deməkdir.
Bülbül isə bildiyimiz quş adıdır, quş növüdür. Demək bir zamanlar Şuşa ərazisində çox gözəl bir şahzadə yaşayırmış və bu şahzadə ilə bülbül arasında çox böyük möhkəm bir bağ yaranır. Və zaman gəlir şahzadə dünyasını dəyişir, dünyadan köçəndən sonra bu bülbül hər gün şahzadənin məzarına doğru gəlir, məzarına qonur. Və belə rəvayət olunur ki, Allah o bülbülün ruhunu bir çiçək kimi yaradır, çiçəyə verir və beləliklə Xarı bülbül gülünün adı da buradan gəlir, buradan adlandırılır. Xarı bülbül həm sevginin, gözəlliyin rəmzidir, həm də ki, möhkəmliyin, çətinliyin rəmzi olaraq bizlərə belə gözəlliklə təqdim olunur. Belə. Demək, Şuşa qalasının əsasən 3 dənə qapısı olubdur. Gəncə qalası, İrəvan qalası və Ağoğlan qalası. Və əlavə olaraq da bir rəvayət də qeyd edeyim ki, burada o zaman düşmanlar gələndə xalq arasında belə bir inanc var imiş ki, rəvayət var imiş ki, buradan qaranlıqda axşam vaxtı səslər gəlirmiş və də düşmənlər bundan hürkürmüş, qorxurmuş. Və buradan da cəmaət Şuşanı belə adlandırırdı ki, Şuşa qalası gözə görünməyən qüvvələr tərəfindən qorunur və qorunacaq. Demək, dediyimiz kimi 3 dənə qala qapısı olubdur əsasən. Şuşa qalasının 3 qapısı olubdur. Gəncə qapısı bu hissədir, yəni içəridə olan hissə Gəncə qapısı adlanır. Və necə olurdu? O vaxt tacirlər, Gəncədən gələn insanlar atla gəlirlərmiş. Təbii ki, o vaxt minik vasitələri atdan istifadə edirdilər və gəlirdilər burada. Gəlin yaxından göstərək zəhmət olmasa. Burada baxın belə yerlər var. Gördüyünüz kimi burada zəncir də olurmuş. Atlarını bura bağlayandan sonra öz alış-verişlərini eləyirdilər Şuşanın içində. Nə lazımdırsa onları etdikdən sonra, gəzəndən sonra, alış-veriş etdikdən sonra gəlirlər buradan təzədən atlarını götürürdülər, çıxırdılar, gedirdilər təzədən Gəncəyə. Bu maraqlı informasiyanı da sağ olsun bizə. Burada bir qardaş var idi, o verdi. Buradan Şuşa qalasından çəkilişimizi yekunlaşdırandan sonra gedirik, orada Şuşa türməsi var və Şuşa türməsi də belə deyim sizə, indinin Alkatrası, Çorni Delfin kimi çox belə ümumi başqa yerlərdən də gəlinən, yəni daha doğrusu başqa yerlərdən də insanların orada saxlanıldığı cəzaçəkmə müəssisəsi olubdur. Onun haqqında informasiyanı elə həmən türmənin yanında sizin üçün təqdim edərik. Adil, qıcır tikənlər. Və bunlar qıcır tikənlərdir. Bir dənə belə əli vurursan, risk dağılır belə, adamın belə, adamın əli səpir belə, köpük olur. Köpük deyirlər. Qıcır tikənlər. Bunlar yaban bitkilərdir. Gürcüstanda çox olurdu bunlardan. Veçində şort qısa geyinəndə həmişə, şort qısa geyinəndə şey olurdu. Bura Şuşa türməsinin sağ tərəfidir. Demək, Şuşa türməsinin bu yan tərəfidir. Yan tərəfindən belə bir məftillər var. İçəri keçmək də olar əslində. Sadəcə olaraq dedilər ki, hal-hazırda orada yenidən bərpa işlər gedir. Ona görə də icazəsiz girmək istəmədik. Bəli, səhərdən bizim danışdığımız Şuşa türməsi buradır. Gördüyünüz kimi 1872-ci ildə Çar Rusiyası dövründə bura inşa olunubdur, tikilibdir və verilən informasiyalara görə, deyilənlərə görə Xurşid Banu Natavanın da burada xeyriyyə məqsədi ilə köməkliyi olubdur. Çox çətin cəza çəkmə müəssisəsi olubdur. Burada nəinki Qarabağ ərazisi, ümumiyyətlə Qafqazın bir çox yerindən burada məhbuslara burada işgəncələr verilibdir, cəzalarını burada çəkiblər. Burada lövhəmiz var, Şuşa həbsxanası ilə bağlı. Gördüyünüz kimi bunların Şuşa türməsinin planı, uzaqdan görüntüsü var, içində də belə şəkilləri var. Gördüyünüz kimi. Əlavə olaraq informasiya almaq istəsəz, ümumi olaraq burada bir dənə bizim QR-ımız var. Yaxınlaş zəhmət olmasa mənim əzizim. Bu QR-ı istəyirsiniz skrin edib oradan daha ətraflı məlumat ala bilərsiniz. Belə, Şuşa türməmizdə bu qədər. Baxın, bu QR koddan istifadə edib ətraflı informasiya ala bilərsiniz. Haycan kafesi var, gördüyünüz kimi. Çox mehriban kafedir. Müştərilərini haycan deyərək qarşılayırlar. Bu nə zarafat idi? Əslində olan heç bilmir, hazırda odur yapır. Çox qəşəng ev üslubu yeməkləri var. Doğrudan? Olubsa heç burada? Bəli, oturmuşuq. Qiymətlər necədir, münasibdir? Qiymətlər də çox qəşəngdir, yeməkləri də əladır. Əla. Bizim haycan kafemiz budur. Belə bir yerdə oturmaq daha yaxşıdır. Yəni, əgər o yeməyin dadını hiss edirsənsə, belə bir yerdə oturmalısan. Qəşəng. Bir dənə xaçalarınızda şey əksikdir. Toyunuz mübarək. Toyunuz mübarək. Bu tək olunmuş evdir yəqin ki. Odunumuz zad da var burada. Qolan prosta qırılıb eləməz buralar mənim. Naqqa balı.
Mangal da olsaydı burada çəkib yeyək lan. Ancaq yeyib içmək, ancaq yeyib içmək. Yeyib içmək qıracaq bizi. Alikən də biz axşamır. Sən onu Zarafatsız. getmirəm, yadımdan çıxıb inansan nətərdir. Allah'ım olsun. Onu biləm gedəndə bütün qohum əqrəb bir dənə quzudan zaddan kəsəcək. Gələn yeməyi, gələn yeməyi. Yollarımızı təqdim eləyək. Aysa yoxdur içində. Sən bu cəmaata niyə yalan informasiya verirsən qardaşım? O belə bir sehirli bir cığırla gedirik, əzizlərim. Bilmirik açığı axır hara yeyib çıxacaq. Dəmir zad da qurub oraya kişi burada. İnformasiya var. Yaşayış evi 19-cu əsr memarlıq abidəsi. Yaşayış evi olub. Qəmbə. O yaşayış yoxdur burada. Adil, sənin gətirdiyin yollar bundan artıq olmayacaq ki, qardaşım. Bəs girdi ayağım suya. Ayağımı göstərələ. Demək mənim əzizlərim, baxın burada gördüyünüz kimi belə yazıya bir çox yerdə rast gələ bilərsiniz. Yoxlanılıb, minə yoxdur. Ding dang. Qardaş, dağın başında nə dingdən, qardaşım? Addım başı kimsəsiz evlər var burada. Mənim əziz izləyicilərim, addım başı belə ancaq quş səsləri gəlir. İşte səs. Baxın. Görün. Yəni bu siz nəyin göstəricisidir? İnsan ayağı dəyməyən yerdə təbiət özünü çox rahat hiss edir. Əmr oradadır ki. Əmr oğluna qarşı. Nə? Nə? Harada tapdın onu? Bir də buna bax. Çox qəşəng əsərdir. Yesinə var onun. Oydu qəşəngdir. Axı çay pollu çaylıqdır. Bir də buna baxın. Çox qəşəng mənzərədir. Evə girək qardaşım. Eyni yazı burada da var. Gördüyünüz kimi yoxlanılıb, minə yoxdur. Bu yazılardan çox, qabağımıza çox çıxır. Demək, oradan biz gəlirik, bir də oranı göstərək zəhmət olmasa. Bax, o hissədən gəlirik, ora otluq, nə bilmək, uçqun, dağınıq. Amma riski çıxırıq bir dənə qəşəng, gözəl bir dənə belə bir yerə. Şuşanın mərkəzi hissəsidir. Bura aşağı Gövhərağa məscid olmalıdır. İndi dəqiqləşdirəcək, bir dənə baxarıq. Görürsün nə qəşəng düzəldiblər, həqiqətən. Orada məsəl üçün binalar da var, təzə binalar. Görün. Şuşada o qədər belə tarixi yerlər var ki, həqiqətən də adam başını itirir, bilmir haranı çəksin. Bulaq, nə bilim, orada muzey, orada məscid, adam qalır belə. Adam qalır belə. Bir dənə rəngə baxın, çox qəşəngdir. Əsl yasəmən rəngində, çox gözəl, çox əla. Qəşəngdir axı bura. Ayda, samavarı qallayıblar axı qardaşım. Yaxşı. Hə? Həqiqi deyirsən. Qəşəng, yox, yalandan deyirəm. Qardaşım, samavar. Sabahınız xeyir olsun mənim əziz izləyicilərim. Dumanlı Şuşa şəhərindən yeni bir sabahdan hamınıza salamlar. Dünən yorğun idim deyə açığı hiss olunurdu. Bugün çox yaxşı, əla istirahət eləmişəm, yatmışam, dincəlmişəm. Bugün çox qəşəng yerləri çəkəcəyik yenə. Demək, burada gördüyünüz kimi baxın. Bu yolumuz bizim Cıdır-Düzünə aparır. Bu yolumuz bizim İsa bulağına aparır. Buradan sağa dön zəhmət olmasa. Buradan da düz gedəndə aşağı gedəndə Şuşa oteldir. Buradan düz Bravo Market tərəfə, yəni ki Şuşanın mərkəzi tərəfə gedirik. İnşallah indi buradan gedirik, Cıdır-Düzünə gedəcəyik. Oranın çəkilişini eləyəcəyik. Ondan sonra da inşallah fikrimiz budur ki, Xankəndinə gedək. Orada da Qarabağ Universitetini çəkək və əlavə olaraq Nənə Baba heykəlini bunlara çəkməyə çalışacaq. Belə, hazırlaş, gedirik. Uşaqlar, burada məscidlər çoxdur, məscidlərin sayı çoxdur. Aşağı Gövhərağa, yuxarı Gövhərağa məscidləri, Saatlı məscid, başqa məscidlər də çoxdur və yeni bir məsciddə inşa olunur gördüyünüz kimi. Bu məscid tam fərqli bir məscidə oxşuyur. Yəni belə deyim, köhnə üslubla yeni müasirliyin bir-birinə qarışmış bir halına oxşuyur və maraqlıdır. Düzdür, dumandan o qədər görsənmir. İnşallah yaxın illər ərzində bu məscidin də təmir olunub, hazır formasını görərik. Belə, çox gözəl bir işdir, layihədir. Hara baxsaq, Şuşada tikinti işləri gedir. Hara baxsaq, hər yerdə bir tikinti layihələr var, yəni.
Və mənim əzizlərim, burada şəhər daxilində bir nömrəli avtobusumuz bizim işləyir. Şuşanın müxtəlif yerlərinə, Cıdır-Düzü və yaxud da başqa yerlərinə gələn turistlərin və yaxud da ki, burada yaşayan insanların getməyi üçün əlverişli şərait yaradır. Yəni, adi bizim Bakubaslar kimi işləyir. Sadəcə olaraq orada dediyim kimi bir dənə yuxarı hissəsində bir elektrik fason, trolleybus oxşayan bir şey var. Prosta nə üçündə onu bilmirəm də. Yəni, belə xəttlərlə işləmir. Hə, gediş haqqı da 50 qəpikdir. Əvvəl məlumat vermək istəyirəm ki, kartlar qoruqdan götürülür də, yəni o Bakubus yerindən deyil. Kartından, Bakı kartından istifadə olunmur. İndi sizə bir dənə kadr göstərəcəm. Çox elə bil yuxunun içindəsən də. Çox gözəl bir kadrdır. Mən belə ümumiyyətlə görüntüləri çox sevirəm. İndi baxın, siz də buna bir dənə qiymətləndirin. Burada köhnə bir kilsə var. Qazancı kilsəsi. Nə kilsəsi? Qazancı. Qazancı kilsəsidir. Şef qardaşım özü yemək bişirən olduğu üçün belə qazanla bağlı söhbətlərdən o saat məlumat olur. İçəri giriş yoxdur səhv eləmirəmsə, hə? İcazəsini Ay sağ ol. İndi mən bunu sizə göstərəcəm. Siz də baxın. Bir dənə gözəlliyə baxın, xahiş edirəm. Bir dənə gözəlliyi görürsünüz. Çox gözəl görsənmir sizcə də həqiqətən. Dumanların içində. Giriş qadağandır, giriş edə bilmirik. Buradan informasiya var, 19-cu əsrə aiddir. Qazancı kilsəsidir buranın da adı. Belə. Şuşa ümumiyyətlə multikulturalist bir yerdir. Burada hər millətin inancları qorunub saxlanır. Demək sizə elə burada yeri gəlmişkən bir informasiyanı da verək. Çox vaxtı elə mənim ətrafımda olan insanlar da maraqlı gəlir ki, Şuşaya necə gəlmək olar, necə rahat formada gəlmək olur, ümumiyyətlə portalla bağlı bunu biz necə əldə edirik. Bununla bağlı indi qardaşım Adil, Mənzərə restoranının şefi sizə informasiya verəcək. Şef qardaşım, buyur. Elə bil ki, biletim.az saytından daxil olursunuz, onlayn şəkildə Play Marketdən yükləyib. Orada gediş yerlərini seçilir. Avtomatik onlayn əgər bileti onlayn alacaqsınızsa, onda sizə 5 günlük Qarabağ ərazisinə portal açılır. Və o vasitəsilə rahat gələ bilərsiniz. Əgər minik avtomobilinə gəlmək istəyirsə, e-polis vasitəsilə qeydiyyatdan keçib gələ bilərsiniz rahat bir şəkildə. Yəni ki, belə deyim, mən də qısa özətləyim. Əgər siz gəlmək istəyirsinizsə, adi avtobuslu vasitəsindən, onda siz biletim.azdan biletinizi aldığınız vaxtdan etibarən artıq 5 günlük sizin onlayn şəkildə Qarabağa portalınız açılır. Yəni 5 gün ərzində siz Qarabağın istənilən yerini gəzə bilirsiniz. Heç Azərselin belə şirin bir obyektini görmüşdünüz. Bu anda. Çox sağ ol da qardaşım. Bundan sonra şeyə qoyarsan. Nə? Ayaqqabısı, məştəqi kəndin də var. Şu elə bil İtaliyada, yəni hər yerində, hər künc bucağında bir qədim abidələr var, qədim yaşayış evləri var. Məsəl üçün burada qədim yaşayış evidir və üstündə yazılıb mina yoxdur. Yəni mən niyə buranın üstündən keçdim, yanından keçdim, çəkiş eləmədim. Çünki belə yerlər çoxdur. Yəni dəhşət çoxdur həqiqətən də. Yəni onları durub çəksək, bir ay burada olmalı. Yəni çoxdur həqiqətən. Dünən Adil mənə deyir, hacım buyur. Adam bezmir burada gəzməyə, eləməyə. Bir ildən çoxdur burada işləyirəm. Yəni Eynən. Hadi sən bir dənə sual verir qardaşım. Maraqlı gedişat. Doğma qardaşımsan da. Sən Bakıya gələndə, bizə evə gələndə bezirsən də, yəni sıxılırsan da. Yəni nisbət açığı belə deyim də, yəni Bakı o deyil də, yəni bir sözlə, həqiqətən. Və plus da ki, mənim özümün də görünüşcə yaşım çox görsənə bilər, amma 2002 təvəllüdəm. Plus bu gənc nəsil, yəni Bakıda heç o deyil də. Qadan alaram sən. Demək, baxın, bura Gövhərağa küçəsidir. Bu hissə Şuşa bazarı adlanır. Yəni keçmişdə Şuşa bazarı olubdu. İndi hal-hazırda yenidən qurma işləri olduğu üçün içəri giriş yoxdur. Zamanında Şuşalıların bazarı bura olub. Əlavə olaraq burada bir dənə buranı da çəkək. Bura isə Yuxarı Gövhərağa məscididir. Yuxarı Gövhərağa. Burada yenə belə planlarımız qoyulubdur. Yəni yol nişanələri qoyulubdur. Gövhərağa məscidi 2 dənədir. Biri Yuxarı Gövhərağa məscidi bura, bir də Aşağı Gövhərağa məscidi var. Orada bunun qarşısında olmalıdır səhv eləmirəmsə. Buradan aşağı düşəndə olmalıdır. Yavaş-yavaş Şuşada gün çıxır. Bu demək ki, yavaş-yavaş birazdan dumanlar dağılacaq. Duman dağılacaq. İnşallah ki, Cıdır düzünə gedirik. Cıdır düzünə gedənə qədər də duman dağlar, ətrafı qəşə çəkə bilərik. Buradan bu yol belə gedir Cıdır düzünə. Cıdır düzünə gedən yolun üstündə, sol tərəfə dönəndə burada Molla Pənah Vaqifin türbəsi yerləşir. Gəlib oranı da ziyarət edə bilərsiniz. 1942-ci ildə inşa olunubdur bu türbə. Və gəlib bizim şairimizi, 18. Ona baxın, Xəzər xəbərin maşını ilişib qalıbdır.
Kömək lazımsa kömək eləyək. ...1942-ci ildə inşa olunan Molla Pənah Vaqif türbəsi 1992-ci ildə ermənilər tərəfindən dağıdılır. Ancaq 2021-ci ildə yenidən Prezidentimiz İlham Əliyev tərəfindən restavrasiya olunur, öz əvvəlki vəziyyətinə qayıdır. Gəlin içərisinə baxaq. Çox hündürdür. Və burada bizim dahi şairimiz Molla Pənah Vaqifin gördüyümüz kimi büstü var. 1797-ci il. 80 il ömür yaşayıb şairimiz, maşallah. Məncə Şuşada 80 il ömür belə azdır. Çünki burada doğulub böyüyən insan mən elə düşünürəm ki, ən azından bir 100 ildən çox yaşamalıdır. Şairimizin də dediyi kimi, kim ki 100 il yaşamasa, günah onun özündədir. Gedəkçidir düzlə. Molla Pənah Vaqif türbəsinin elə yuxarı qalxanda Cıdır-Düz tərəfə ikinci bir yolunda, ikinci hissəsində bizim şəhidlərimiz üçün belə bir abidə qoyulubdur, şəhidlərimizin əziz xatirəsinə. Və bildiyiniz kimi bir çox regionlarımıza, rayonlarımıza gedəndə, daha doğrusu hamısında bizim ilk çəkdiyimiz yer Şəhidlər Xiyabanı olur. Qarabağ ərazisi Şuşa isə həmən igidlərimizin, vətən oğullarının canlarını vətən uğrunda fəda elədiyi yerdir, məskəndir, ünvandır. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Əli yalın Şuşanı mən indi gəzirəm, görürəm ki, mən gəzə-gəzə adi şəkildə çox yoruluram. Yəni, yollar çox dəhşət, belə deyim sizə, üzü yuxarıdır. Və burada adi şəkildə yox, adi piyada yox, bellərində neçə kiloqramlıq veşmişoklarla, əllərində silahlarla gəlib ermənilərə qarşı bu şücaəti göstərmək hər millətin işi deyil, hər millətin şücaəti deyil. Və mən Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Şuşa qalasında belə bir mif var idi ki, Şuşa qalasını gözə görünməyən qüvvələr qoruyur. Və bu mif deyil artıq, bu həqiqətdir. Şuşa şəhərini, Qarabağ ərazisini, elə Şuşa qalasını bizim şəhidlərimizin ruhları qoruyur. Allah rəhmət eləsin. Bəli əzizlərim, artıq Cıdır-Düzünə biz gəlmişik. Bura Cıdır-Düz ərazisidir. Burada neçə ildir ki, festivallar, xaribi festivallar keçirilir. İndi buranın mən sizə qısa olaraq nələr olduğunu deyim, ondan sonra rahat çəkişə davam edəcəyik. Bura qarşımızda gördüyünüz, baxın, bu meşəli Topxana meşəsidir gördüyünüz kimi. Topxana meşəsinin sol tərəfinə gedirik, bu tərəfində Muxtar kənd var, Muxtar kənd. Və yəqin ki, qabaqda çıxıbdır sosial platformalarda Çətir şəlaləsi var. Çətir şəlaləsi, belə qəşəng mamırların arasından su axır. Şuşanın ən məşhur yerlərindən biridir. O isə bu Cıdır-Düzünün, bu indi qabaqda bir dənə böyük bir uçurum var. O Cıdır-Düzünün düz yəni altındadır. Buranın altında həmin o Çətir şəlaləsi yerləşir. Orada düşmək üçün buradan 40 pilləkən deyilən yer var. Oradan düşmək lazımdır. Biz maraqlandıq, amma dedilər ki, ora getmək üçün bir bələdçi lazımdır ən azından. Çünki bir saat yarıma siz ancaq düşəcəksiniz, qalxacaqsınız da belə deyim. Belə bir biraz relyef çətindir. Ona görə də bilən adam da indi açığı hələ ki burada olmadığı üçün, yəni tam olaraq düşmək üçün bələdçi baxımından oranı çəkə bilməyəcəyik çox güman. Amma çalışacaq ki, buraları çəkiliş eləyək. Dağlara baxırsan, həqiqətən də möhtəşəmdir də. Qar hələ də əriməyibdir, qalıb dağların başında. Çox gözəldir. Şimdi orada bir ev görürsünüz mənim əzizlərim. Baxın, o ev bilirsiniz nə üçündür, kimlər üçündür. Şuşaya kimlər qonaq gəlsə, mən belə deyim, mötəbər şəxslər, yəni önəmli şəxslər gələndə Şuşa qonaq evi kimi ondan istifadə edilir. Qonaqları orada qarşılayırdılar, orada yerləşdirirdilər. Ora qonaq evi də gedir. Səhv eləmirəmsə Xəzər TV də buradadır. Gedək görə işlərini nə dərəcədə aparırlar. Xəzər TV də artıq gəlibdir, burada da çəkiliş eləyirlər. Lalə Onlara da xanım. həmkarlarıma uğurlar arzulayıram. Necə də böyüdə. Düzdür, mən TV-yə çıxmasam da, YouTube üzərindən biz paylaşımlar eləsək də, yenə də biz hər zaman mehribanıq. Bir dənə dağa bax. Yaxınlaşdırdın? Bəli, bəli. Keçdi xəyalımdan öz gözəl yurdum.
Hal-hazırda çəkilişlər gedir, gördüyünüz kimi. Bura hər gün belədir. Məncə mayın 10-undan sonra, hə Adil? Mayın 10-undan sonra burada ümumiyyətlə çəkilişlərin sayı çoxalacaq, festivallar başlayır. Çox gözəl mənzərədir. Çox sağ ol qardaşım, var olasın. Demək mən bildiyiniz kimi əslən Gürcüstanlıyam və mənim atam ümumiyyətlə Şuşanı çox sevir, Qarabağ ərazisini çox sevir. Yəni inşallah gələcəkdə yaxın zamanda mən buradan atama kiçik bir hədiyyə göndərmək istəyirəm. Gözəl bir saz havasında inşallah bu dağların çəkişini atam sənin üçündür bu inşallah. Buyursun, açıq özündən. Demək, Adil zəhmət olmasa bu çayı yaxınlaşdır. Bu aşağıda axan çayın adı Qarqar çayıdır. Qarqar çayıdır. Və bu çayın da sol tərəfində gördüyümüz qabağımızda olan meşəlik Topxana meşəsidir. Sol tərəfimizdə Muxtar kənddir. Bu qarlı dağlar olan hissə isə Laçındır. Bax bu qarlı dağ olan hissə Laçına gedən yoldur, sağ tərəf. Sol tərəf isə Zəfər yolu adlanır. Demək, əlavə olaraq da demək, belə bir şey də danışım indi sizə. İncə biz yuxarıda çəkiliş eləyəndə bir qardaş şəkil çəkdirdi. Elə Aşıq Elnur qardaşımızdan. Ondan sonra Adillə danışdım ki, mən özüm də burada döyüşlərdə olmuşam. Bunu eşitdim mən qıraqdan. Gəldim, yaxınlaşdım qardaşlar ki, onlar sizdən müsahibə götürüm. Dedi ki, yox qardaş, işimlə bağlı danışa bilməyəcəm. Qardaş dedi ki, istəyirsiniz sizə danışaram, siz danışarsınız izləyicilərimizə. Demək, mən eşidəndə o danışdıqlarına qulaq asanda tüklərim biz-biz oldu. Bildiyiniz kimi Şuşaya ümumiyyətlə heç bir silah, artilleriya qüvvəsi istifadə olunmadan əllə alınan bir şəhərimizdir bizim. Çünki burada o qədər tarixi abidələr var ki, göstəriş verilmişdi ki, Şuşa şəhərinə bomba atılmayacaq və ya artilleriyadan istifadə olunmayacaq. Ona görə də bizim igidlərimiz, bizim qardaşlarımız, baxın bu yüksəklikləri görürsünüz, baxın bu aşağı uçurumları görürsünüz. Bizim o canavarlarımız, danışanda da biraz pis oluram. Görün, neçə gün burada bu soyuq havada, indi hava yaxşıdır, havaya nə var? Qarda çiskində onlar, yəni bir insan elə biləcəklərinin üstündə olan bir şeydir. Buradan düşmənlərə qarşı döyüşüblər. Ermənilər blokada yalmışdı buranı və onlar aşağıdaydılar, yüksəklikdə isə ermənilər idi. Bu, yəqin ki, bildiyiniz kimi döyüşdə belə bu, yəni yuxarıda olan zirvə, yüksəklikdə olan, aşağıda olan hissəyi, yəni məğlub eləmək şansı demək ki, 90% olur. Amma ki, onlar aşağıdan yuxarıya doğru qalxıblar və bu torpaqları işğaldan azad ediblər. Yəni, bunu dildə demək çox rahatdır. Yəni, o an onların nə hiss keçirdiklərini, nə əziyyət çəkdiklərini, yəni canları bahasına bu torpaqları düşmənlərdən azad eləməyini düşünəndə insan, yəni tükü biz-biz olur. Burada gördüyünüz kimi Xudayar yazısı var. Qayanın üstündə Xudayar yazısı yazılıbdır. Allah rəhmət eləsin. Xudayarın timsalında bütün şəhidlərimizin analarına, atalarına, valideynlərinə baş sağlığı diləyirəm. Allah sizə səbir versin. Sizin övladlarınızın şücaəti nəticəsində canları bahasına biz bu torpaqlara gəlib burada çəkiliş eləyə bilirik, gəzirik və bu torpaqlarımızı gəzməkdən zövq alırıq və qürur duyuruq. Əllərinizdən öpürəm. Allah siz anaların, ataların canını sağ eləsin və Allah sizə səbir versin. Abimin mahnını da oxumaq istəyirəm. Dumanlı dağların başında durdum, dumandan özümə bir xeymə qurdum.
Dumanlı dağların başında durdum. Dumandan özüme bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başında duman göründü, duman göründü. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başında duman göründü, duman göründü. Belə. Mən Quliyev Familəloğlu, Şuşa şəhər sakini, Şuşa polisinin əməkdaşı olmuşam. 1-ci Qarabağ müharibəsi qazisiyəm. Sağ olun, var olun. Allah gəmi şəhidlərimizə qəni rəhmət eləsin, ailələrinə səbir versin. Qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı versin. Şuşa çıxan günü mən bir sürücü kimi fəaliyyət göstərdim. Şəhərin o qaynar nöqtələrinə silah, sursat, patron, belə şeylər çatdırma ilə məşğul idi. Bir də şəhərdə qoca qadınlar vardı, qoca kişilər. Bunları məsələn təxliyə eləməkdən ötərin Şuşa rəisi tərəfindən verilən əmrə görə mən o təxliyəni də həyata keçirirdim. Xüsusi maşınlar vardı. Şəhərdə olan şəhidləri o maşınlara yığırdıq. Yaralarımızı pedaqoji məktəbə yığırdıq. Yəni vəziyyət elə idi ki, şəhərdə döyüşən qüvvənin zəif olmasından yox, yəni Azərbaycan oğulları həmişə qüdrətli olubdur. Onun azlığına, çoxluğuna baxmır. Silah-sursat barədə, silah-sursatımız az olduğuna görə, məsələn, düşmənlərimizin sah hesabı artıq olduğuna görə onlara bu Xan kəndində olan bir hərbi hissə vardı. Hərbi hissə nömrəsi mənim dəqiqəmdə qalmayıbdı. O hərbi hissənin texnikalarla, onların ofisərlərindən istifadə edərək Şuşa şəhərinə 3-4 istiqamətdən hücum eləmişlər. Yəni, axşam radələrində, saat 8-9 radələrində demək olar ki, artıq Şuşanın süqutu idi. Biz Şuşadan çıxandan sonra Şuşanın Tursu qəsəbəsi vardı, orada yerləşdik. Hardasa bir 2 saatdan sonra bizə demək olar ki, xırda bir qüvvə gəldi. Röşən Gavodovun AMON dəstəsi. Bəli, onlar da çox bayıb uşaqlardı, idmançı uşaqlardı. Yəni onlarla bir-iki dəfə biz Qarabağ bölgəsində əməliyyatlarda olmuşuq. Çox sayda erməni girovlar götürmüşük. Onların o əməliyyatlarında iştirak edib, çox sayda erməni girovlar da götürmüşdük biz o vaxt. Yəni biz bu AMON dəstəsi ilə bir də Şuşaya qayıtdıq. Döyüşə telesentr deyilən hissə var. Ora kimi gəldi, bizdə xırda silahlar idi. Ən bizdə böyük silahımız iri çaplı pulemyotlar idi. Yəni yenə müqavimət göstərə bilmədik. Bu erməni ordusuna güclü müqavimət göstərənməzdi. Çünki bizim silahımız yenə az idi. Demək olar ki, bir 150 AMON işçisi idi, bir 30-40 Şuşa polisindən idi, özünün müdafiə batalyonu idi. Bir də qıraqdan gələn müəyyən döyüş qüvvələr vardı, onlar da bizə qoşulmuşdu. Ümumilikdə 200-250 belə döyüşçü olardı. Yəni biz bu telesentrdə şəhərin ən yüksək bir yerində yerləşən telestudiya olan yerdir. Həmin yerə kimi biz döyüşə gəldik. Şəhidlərimiz oldu, harasa bir 15-20 nəfər, qazilərimiz oldu. Demək olar ki, harasa bir 80-90 nəfərdə erməni şərəfsizlərindən içki vermişlər. Yəni buna baxmayaraq, bu erməni ordusunun təzyiqi güclü olduğu Rus ordusu ilə demək olar ki, 99% onlarda döyüşən Rus ordusuydu. Onların texnikalarından belə istifadə edirdilər. Bir də oradan Abratını, qayıtdı Turşu qəsəbəsinə, oradan Lakinə. 4 gün, 5 gün oradan qalandan sonra yəni bu o vaxtki hökumətin zəifliyinin istifadəsi idi, nəsə bizə qüvvə vermədilər. Ki, təzədən bu Şuşa şəhərinə hücum edib, Şuşa şəhərin yağı düşməndən azad edildik. Hocam sizdən bir söz soruşum. Buyurun. Bunun da bir dönüşü siz yekunlaşdıraq. Sizcə bizim uduzmamıza əsas səbəb nə idi? Bizim uduzmamızın əsas səbəbi hökumətin zəifliyi olmağı idi. Yəni bu Qarabağın işğalı vaxtı, yəni bizim ordumuz çox qüdrətləndi, təlimlər keçdi. Yəni o vaxtı biz döyüş taktikasında güclü bilmirdik. Düzdür, Əfqanistanda xidmətdə olub gələn
Əsgərlərimiz vardı, zabitlərimiz vardı. Xəlil Fərman bizim komandir batalonunda Əfqanistanda xidmət eləmişdi. Yəni bir ofisier kimi o bizə burada təlimlər keçirdi. Bunun əsas səbəbi, bizim məğlub olmamızın səbəbi dövlət zəifçiliyi idi. Burada ikinci bir şey ola bilməzdi. Yəni Azərbaycan oğulları elə bir şey deyil ki, istəyir təlim çəksin, istəyir təlim çəkməsin. Hər dəfə vətənin, ailəsin, dövlətin qorumasını utanın canından qanını çəkən qardaşlar da Azərbaycan oğulları. Allah can sağ olun sizə. Çox sağ olun. Buyurun, siz sağ olun. Birinci hesabla bax, belə bir vəziyyətdədir. Bunlar da hamısı, nə bilim, indi bəy uşaqları, bax bu ikinci vəziyyətidir. Bax bunun bizdə şəkili var. Atamla onunla təzə evlənəndə burada foto şəkilləri var. Qalıb burada deyil. Hal-hazırda artıq İsabulana gəlmişik. İndi buranın mənzərəsindən sizə göstərim yüngül bari. Belə çox gözəl yerdir həqiqətən də. Bir də bununla bağlı bir informasiya verim. Bu görürsünüz burada bisetkalar var. Bu bisetkalar ermənilərin əl işidir. Ermənilər tərəfindən düzəldilmiş bisetkalardır. Çünki o vaxt İsabulağında, yəni ətrafında belə yerlər yox idi. Bunu ermənilər düzəldirdi. Bu informasiyanı aldım mən yerli sakinlərdən. Bulağımız buradadır. İsa bulağı. Üzərində şəhidlərimizin rəsmi olan, şəkli olan belə fincanlar qoyublar. Allah rəhmət etsin cəmi şəhidlərimizə su içmək üçün. Demək, bu İsa bulağımızın tarixi belədir ki, 18-ci əsrdə İsa adlı bir əkinçi olubdu. Əkinçi bu bulağı tapır və sonradan onun adına bu bulaq İsa bulağı adlandırılır. Və yerli əhalinin inancına görə bu suyu içən bir çox xəstəliklərə şəfa verir. Bu suyu içən adam üçün xeyirlidir. Qışda, yayda çox sərin olur. Qışda da həmçinin insanların gəlib baxa biləcəyi, gəzə biləcəyi çox gözəl bir yerə sahib bir yerdir. Burada indi gördüyünüz kimi şəhidlərimizin şəkilləri var stakan fincanların üstündə. Mən bu şəhidimiz, Allah rəhmət eləsin, Füzuli qardaşımız Cəllabaddandır. Mənim dostumun həmyerlisidir. Elə bu şəkli mən Cəllabada da gedəndə görmüşdüm. Bir çox yerlərdə şəkilləri vurulub şəhidimizin. Elə bu stakanla su içəcəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Dişim ağrıdığı üçün mən çox soyuq içə bilmirəm, müalicə alaram. Çox gözəl sudur. Adi bulaq suyudur deyə bilərəm. Belə çox fərqli bir şey hiss eləmədim. Amma çox sərindir, dəhşət sərindir, çox soyuqdur. Adam istəyirsə içmək istəyir. Bu da acıdırır adamı. Qəmbər qardaşımız Niyə burdu gəzirsən? Bax, tunellər var, görürsən, o Füzuli aeroportundan gələn yoldur. Ay, sağ ol. Aeroportdan düz yoldur, tunellərdir, körpülərdir. Şəhərə gələn Füzuli aeroportundan gələn bir yoldur. Bir də Zəfər yoldur. Hansı ki, əsgərlərimiz bu istiqamətdə maşın yolu olmayıbdır. Əsgərlərimiz, yəni təminatçılar hamısı bu meşənik ilə gəlibdir. Şuya bax, bu sıldırım qayalarla bunun biz burada bir hissəsini görürük. Aha. Buradan ayına Şuşa şəhəri bu sıldırım qayanın üstündə yerləşir. Gələn ordumuzun əksəriyyəti bu qayalarla dırmaşaraq Şuşa şəhərinə daxil olmuşlar. Cənab Prezidentimizin, Ali Başkan komandanımızın göstərişi ilə də bu əsgərlərimizin ayaq izi ilə olan addımlarına zəfər yolu salınıbdır. Sərf yolları var, padyonlar var, dumanlı, pasiyanı bu zəfər yolu dumanlı bir vəziyyətdə olur. Çətin bir reliefdir bura. Yəni burada bizim şəhidlərimiz olubdur. Bu aşağı yeri Daşaltı kəndidir. O vaxtı indi deyərdim ki, bizim canavar Azərbaycan ordusu yarım saata bu Daşaltını zəbt edib götürüblər. Amma 1-ci Qarabağ müharibəsində bizim burada hardasa 70 ya 80 şəhidimiz oldu. Onların da əksəriyyətini biz o vaxt çıxarda bilmədik. Bu da nədən irəli gəlir? Bizim o vaxt hakimiyyətin zəifliyindən irəli gəlir ki, yəni o vaxt
hakimiyyət davaları, nə bilim, kreslo davaları. Amma arada da nə gedirdi? Azərbaycan dövlətinin torpaqları zəbt olunurdu. Əcda kimi Azərbaycan oğulları şəhid olurdu, itkin düşürdü. Bu günümüzə şükür. Ali Baş komandanımızın köməyi ilə, əmri ilə daha doğrusu, verdiyi qərarla, əmrlə, bugünkü gündə də yenə o əmri verirsə Ermənistan da alına bilər. Bax, arı, yəni nə demək olar? Deyiləsi sözlər çoxdur. Var olasınız Famil bəy. Allah razı olsun Və bu sizdən. hər bir şey göz qabağındadır. Azərbaycanın ən gözəl yerləri Şuşa, Kəlbəcər, Laçın, Xocalı, ən gözəl, bax, ağzı belə baxın. Bax, qarlı dağlardır, hələ qarlar durur. Bu yanda Kis dağıdır, Şuşanın, Şuşa şəhərinə gələn sular, təbii sular, bax, o Kis dağından gəlir. Hələ də qarın içindədir. Kilis dağı. Azərbaycanın ən gözəl yerləridir buralar. Kəlbəcərdir, Laçındır, Şuşadır, Hadrutdur, Xankəndidir. İndi şükürlər olsun ki, komandamızın əmri ilə Allah yenə deyirəm, şəhidlərimizə qəni-qəni rəhmət eləsin, onların valideynlərinə, ailələrinə, övladlarına səbir versin. Amin. Biz ölənə kimi yox, bizim gələcək nəslimiz də o şəhidlərə borcludur. Allah qazilərimizə də can sağlığı, veteranlarımıza uzun ömür, can sağlığı versin. Amin. Var olasınız Famil bəy. Allah razı olsun. Siz sağ olun, sizdən. var Çox olun. sağ olun. Sağ olun. Salam uşaqlar, necəsiniz? Yaxşı olasınız qanım. Sən də keçirsən kadra. Ay sağ ol. Neçə yaşınız var? 12. Ay maşallah. Hamınız 12 yaşdasınız. Əlasınız. Şuşa necədir? Yaxşıdır. Yaxşısınız. Bakıda yaşayan digər ölkə nə idi? Digər şəhərlərimizdə yaşayan dostlarımıza nə demək istəyirsiniz? Hazırlaş gedirik. Çox sağ olun uşaqlar. Belə mənim əzizlərim, Şuşa turununda, vloqunun da sonuna gəldik. İnşallah saat 5-də çıxırıq avtobusla Bakıya qayıdırıq. Çox sağ olun qardaşım, öpürəm səni, var olasan. Adilim, öpürəm səni, mənim şefim. İnşallah sənə uğurlar arzulayıram karyeranda. İnşallah səsin hələ ki vətəndən gəlir, inşallah digər başqa ölkələrdən, xariclərdən gələr. Belə özünüzdən müğayət olun, bugünlük bu qədər. Zəfər küçəsindən sizinlə sağollaşırıq. Hələlik. Buradan aşağı buraxıq, özümüzü qədər. Sürüşə. Qar vaxtı verir.